Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 7-ci sinif şagirdləri üçün kiçik summativ qiymətləndirmə üçün B variantının versiya suallarının izahını verəcəyik. Söz verdiyimiz kimi bir əvvəlki videoda A variantının suallarını izah etmişdik. İndi B variantının suallarının izahına baxacaq. Əvvəlcə birinci suala keçək uşaqlar. Birinci sualda bizdən soruşur ki, rəqqasın tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə nə adlanır? Uşaqlar, biz öyrənmişik ki, rəqqasın tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafə nədir? Əlbəttə ki, uşaqlar, onun amplitudu adlanır. Ona görə yazacağıq B variantı. İkinci sual. Vahid zamandakı dövrlərin sayına bərabər olan kəmiyyət necə adlanır? Vahid zamandakı dediyinə görə bu kəmiyyət əlbəttə ki, dövr etmə tezliyi adlanacaq. Üçüncü sual. T bölünsün N ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur? Artıq bunu mövzu izahında öyrənmişdik. Bu əlbəttə ki, perioddur. Periodun düsturu T bərabərdir. T bölünsün N şəklində idi. Ona görə A variantını yazarıq. Dördüncü sual. Çevrə üzrə bərabər sürətli hərəkət saat əqrəbin hərəkəti istiqamətindədir. Saat əqrəbin hərəkəti bax bu deməkdir də. Düzdür. İndi soruşur. B nöqtəsində sürətin istiqaməti. Bax, B nöqtəsində sürətin istiqaməti nə olacaq? Saat əqrəbi istiqamətində olduğuna görə sürət çevrəyə toxunan boyunca aşağıya doğru yönələcək. Aşağıya doğru yönələn də A variantındadır. Beşinci suala baxaq. Beşinci sualda deyir ki, saatın dəqiqə əqrəbinin dövr etmə periodu nə qədərdir? Uşaqlar, bir əvvəlcində saat əqrəbi idi, indi isə dəqiqə əqrəbinin dövr etmə periodudur. Dəqiqə əqrəbinin dövr etmə periodu əlbəttə ki, 1 saatdır uşaqlar. Çünki 1 saat ərzində dövr edərək öz əvvəlki vəziyyətini alır. Ona görə də B variantı yazırıq. Altıncı sual. Yaylı rəqqas 2 dəqiqə ərzində. Yazaq bura. Zaman 2 dəqiqə. Mütləq saniyə çevirmək lazımdır. 2-ni vurarıq 60-a, edər 120 saniyə ərzində. 120 rəqs edərsə, rəqslərimizin sayı da 120 ədəddir. Periodu soruşur. T bərabərdir suala. Periodun düsturu bilirik ki, T bərabərdir, T bölünsün N-dir. O zaman periodun zamanın yerinə yazaram 120, dövrlərin sayını da yerinə yazaram 120. 120-ni 120 böldükdə 1 saniyə almış olaraq. O da var 6-cı sualda D variantı. Bax bu. Digərlərini də silək. Bizə mane olmasın. Növbəti 7-ci suala keçək uşaqlar. 7-ci sualda bizdən soruşur ki, yaya bağlanmış cisim sərbəst buraxılır. Cismin hərəkəti necə hərəkətdir? Əlbəttə, bunu yenə də deyirəm, biz mövzu izahında öyrənmişik. Bu hərəkət rəqsi hərəkət adlanır uşaqlar. 8. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövr etmə tezliyi 5 1 bölünsün saniyədir. Yazıram. Növ bərabərdir. 5 1 bölünsün saniyə. Dövr etmə periodunu hesablayın. Uşaqlar, biz bilirik ki, period və tezlik bir-biri ilə tərs mütənasib asılıdır. O zaman T bərabərdir. 1 bölünsün 5-ə. Bu da edər 0,2 saniyə. Baxın, o da D variantındadır uşaqlar. 9-cu sual. İpdən asılmış kürəcik periodik rəqsi hərəkət edərək A nöqtəsindən B nöqtəsinə 3 saniyə gəlir. Uşaqlar, diqqət edin. A nöqtəsindən B nöqtəsinə 3 saniyəyə gəlir. Rəqsin periodunu hesablayın. Yenə də öyrənmişik ki, bir periodda uşaqlar 4 amplitud var. Demək ki, necədir? Bu cisim əvvəlcə tarazlıq vəziyyətindədir. Əvvəl gəlir B nöqtəsinə, sonra buradan qayıdır tarazlıq vəziyyətinə, tarazlıq vəziyyətindən digər nöqtəyə, digər nöqtəsindən tarazlığa qayıtmış olur. Neçə dəfə amplitud hərəkət etdi? Əlbəttə ki, 4 dəfə. O zaman bir amplituda əgər 3 saniyə vaxt sərf edibsə, bir periyoda da olacaq 4 vurulsun 3, 12 saniyə edər D variantı uşaqlar. Keçək növbəti tapşırıqlara. Növbəti tapşırıq 10-cu sualdır uşaqlar. 10-cu sualda bizdən soruşur ki, müəyyən zaman ərzində 100 amplituda qədər yol gedən rəqqas neçə rəqs edər? Baxın uşaqlar.
Getdiyi yol nə qədərdir? L bərabərdir 100 amplitude. Biz bilirik ki, rəqslərin sayına uyğun olaraq getdiyi yol L bərabərdir 4 amplitude vurulsun n qədər. Bu düsturla hesablanır. İndi məndən soruşur, neçə rəqs edər uşaqlar? Məhz o n-i soruşur. Buradan n-i tapsam, fərqli rəylə göstərək. Yoxsa burada qarışacaq. N bərabərdir L bölünsün 4 amplituda. L-imiz nə qədərdir? 100 amper bölünsün 4A da öz yerində qalacaq. A-lar ixtisar getdi. 100-ün 4-ə nisbət edər 25. Demək ki, biz taparıq ki, nə qədər rəqs edərmiş? 25 rəqs edərmiş. Ona görə də doğru cavab E variantıdır uşaqlar. Sonra keçək 11-ci suala. 11-ci sualda deyir. Çevrə üzrə bərabər sürətli hərəkət edən cismin dövretmə tezliyi 2 dəfə azalarsa, dövretmə periodu necə dəyişər? Biraz əvvəl dediyimiz kimi, period və tezlik bir-biri ilə tərs mütənasib asılıdır. Tərs mütənasib asılı olduğuna görə, əgər tezlik 2 dəfə azalarsa, period da 2 dəfə artar. Doğru variant A variantı. 12-ci sual. Müşahidə olunduğu anda M nöqtəsində olan cisim çevrə üzrə hərəkət edir. O 80 saniyə ərzində 5 tam dövr edərək yenidən həmin nöqtəyə gəlir. Dövr etmə periodunu tapın. Baxın uşaqlar, verilənləri əvvəlcə yazaq. 80 saniyə deyirsə, T bərabərdir 80 saniyə yazaram. 5 tam dövr edir. Demək ki, dövrlərin sayına 5 yazaram. Dövr etmə periodunu hesablayın. Period bərabərdir sual işarəsinə. Periodun düsturu T bərabərdir T bölünsün n-ə. Buradan da T-nin yerinə 80 qoyaram. 5-ə bölərəm. Edər 16 saniyə. Demək ki, 16 saniyə işarə edər uşaqlar. Bu şəkildə. Sonra növbəti 13-cü sual. 13-cü sualda deyir. 6 saat ərzində saatın dəqiqə əqrəbi neçə dövr edər? Uşaqlar, biraz əvvəl yenə də dedik ki, saatın dəqiqə əqrəbinin dövr etmə periodu 1 saatdır. O zaman 6 saat ərzində nə qədər dövr edəcək? Əlbəttə ki, 6 dəfə dövr edəcək. Yenə də bunları silək və keçək növbəti 14, 15 və 16-cı tapşırıqlara. 14-cü tapşırıqda deyir ki, uşaqlar, radiusu 20 santimetr. Yazıram verilənləri. Radius bərabərdir 20 santimetr. Mütləq çevirmək lazımdır metrə. 0,2 metr yazaram. 12 metr bölünsün saniyə sürətlə hərəkət edən V bərabərdir 12 metr bölünsün saniyə. Cismin dövretmə periodunu hesablayın. T bərabərdir sual işarəsini uşaqlar. Sürətin düsturu V bərabərdir 2πr bölünsün T'yə. İndi buradan bizə T-ni soruşmur. Yazarım. T bərabərdir 2πr bölünsün V-yə. O zaman yerinə qoysam T bərabərdir. Bunu biraz aşağıdan yazaq. Yoxsa qarışacaq. Həm də fərqli rəylə göstərək. T bərabərdir 2 vurulsun. P-nin yerinə 3 yazıram. R-in də yerinə 0,2. V də 12-dir. 2, 3, 6 etdi. 12-ni yaxtsaydı etdi. Burada qaldı 2. 0,2 də 2-yə böldüyüm zaman alaram ki, edər 0,1 saniyə. Demək ki, periodu nə qədər imiş? 0,1 saniyə imiş uşaqlar. Sonra 15-ci sual. 15-ci sualda deyir ki, burada yazırıq cavab. Period bərabərdir 0,1 saniyə. Sonra 15-ci sual. A və B nöqtələri arasında rəqs edən müaddi nöqtənin rəqs periodunun yarısına bərabər zaman müddətində nə qədər yol gedər? Əlbəttə ki, nə qədər yol gedəcək uşaqlar? Rəqs periodun yarısına bərabər zaman müddəti deyirsə, 2 amplitude qədər yol getməlidir. Bir bu məsafə, bir də bu məsafə. Buradan bura qədər olan məsafə 6 santimetrdir, digəri də 6 santimetrdir. O zaman amplitudu, daha doğrusu getdiyi yol bərabərdir 2 amplituda, o da bərabərdir. 2 vurulsun 6, 12 santimetr. İstəsəz bunu metrədə çevirərsiniz, L bərabərdir 0,12
metr. Bu şekilde yazaraq. Sonra yerinə sileyim. 16-cı sualı izah edək. 16-cı sualda uşaqlar bizdən soruşur ki, avtomobil sürəti 108 km bölsün saat. Verilənlərə yazıram. Sürəti nə qədərdir? V bərabərdir 108 km bölsün saat. Uşaqlar, bunu bu şəkildə saxlamırıq. Metr bölsün saniyə çeviririk. Metr bölsün saniyə də çevirəndə 30 metr bölsün saniyə edir. Bunu artıq dəfələrlə etdiyimizə görə izahını yazmıram. Biz bilirik də bunu necə çevirək. Niyə də aşağıda yazım. Hamınıza aydın olsun. 108 vurulsun. Necə olur burada? Yuxarıda kilometrin yerinə 1000 yazırsan, aşağıda da 3600. Sıfırlar ixtisar gedir. 36 ilə 108 3. Qalır burada 30. Yəni bu şəkildə həll edirsən. Yazdım. Şimdi bunu silək. Yəni 30 metr bölsün saniyənin necə əmələ gəldiyini burada izah etmişdim. Bunu silək ki, bizə mane olmasın. Davam edək. Təkərin fırlanma tezliyi 21 bölsün saniyədir. Nyu bərabərdir 21 bölsün saniyə. Təkərin diametri neçə santimetrdir? Deyə bərabərdir soruşarsın uşaqlar. Pimizin də qiyməti 3 verib. Biz bilirik ki, əgər burada sürət veribsə, çevrə üzrə hərəkətdə sürətin düsturu necədir? V bərabərdir 2 pi f nöyə. İndi biz buradan radiusu taparıq, sonra diametri keçərik də. Radiusu tapsaq, olacaq V bölünsün 2 pi nöyə. Bərabərdir. V-imizin qiyməti nə qədərdir ki? V-nin qiyməti tapdıq 30-dur. Yazdıq yerinə. Sonra 2 vurulsun 3 deyib qaldı öz yerində. Nü'nün də qiyməti 20-dir. Bu qədər. İndi ixtisarlarımızı aparsaq, 0 ilə 0 getdi. 3 ilə 3 ixtisar getdi. Burada qaldı nə qədər? 1 bölünsün 4-ə. 1-in 4-ə nisbəti. Bu da edir 0,25 metrə. Amma bizdən diqqət edin, burada soruşur ki, neçə santimetrdir? Həm də təkərin diametri neçə santimetrdir? Radiusu 0,25 metr olduğunu aldıq. İndi burada diametri tapsaq, bunu fərqli rənglə göstərim. Yenə də diametri bərabərdir 2 vurulsun yerə, bərabərdir 2 vurulsun. Radiusumuz 0,25-dir, düzdür? Vurduğum zaman 0,5 metr taparam. Amma yenə deyirəm, neçə santimetrdir bizdən soruşur. O zaman D bərabərdir 0,5 metr, o da bərabərdir 50 santimetr. Deməli, cavab neymiş? Diametri 50 santimetrə bərabər olur uşaqlar. Belə. Bu qədər uşaqlar. Sağ olun.